Kimlər olduğu kimidirlər, kimlər həmişə sözün düzün deyərlər, balacalar. Baxmayaraq düzdür, onlar da bizim başımıza oyun açırlar, amma onlardan keçmək olar mı? Gəl görün bura, Damla, gəl. 7 yaşlı Damla bugün bizim qonağımızdır. Narınc xalasının yanına gəl. Görün necə gözəl qızımdır mənim, Narınc xalası. Bu nə qədər gözəldir. Damla, necəsən? Yaxşıyam. Yaxşısan, salam, anasısınız. Damla, neçənci, birinci sinifə gedirsən sən? Necə oxuyursan? Müəllimlərin yaman şikayət edir. Hə, Damla? Niyə? Oxumursan? Niyə? Çətindir, yoxsa oxumaq istəmirsən? Hə, xalaya düzünü de baxım. Çətindir. Çətindir. Ay, asanlaşdırın da bu uşaq üçün. Hə? Oxuyarsan asan olsa. Narınc xala sənə yaddaş versə möhkəm. Oxuyarsan mı? Oxuyar. Anası, əsas şikayət nədəndir? Müəllimlərin şikayətini bilirəm. Sizin şikayəti bilmirəm. Çox sağ olun, əvvəlcə çox təşəkkür edirəm. Valla, ən çox istədiyim şey qavramağı gəlsin yerinə, asan suallara cavab versin. Çünki hər hansı bir sualı bilməyəndə deyir, başa düşmədir və agresiya yaranır. Narınc xanım, ac vaxtımızda bu nə idi, bu çoban salatı? Diyetadayıq, səhər yeri, bir də axşam yeri. Bu vaxtı Kiçik test eləyəcək qızımla. Test edəcəyik. Tamam, o zaman vaxt itirmədən testlərimizə başlayaq. Buyurun. Bizim qızımızın əvvəla onu izah eləmək istəyirəm ki, baxın, burada başının bu xəritəsidir. Yəqin ki, burada 4 rəngi görürsünüz və qırmızıların nə qədər çox olduğunu görürsünüz. Sarılar, yaşıl və mavilər. Qırmızılar qışqırır. Bəli. Bizim qızımızın ağlı salat ağıldır. Biz buna salat ağıllı uşaqlar deyirik. Elə düşünün ki, bizim qızımızın başı çoban salatı kimidir. Yəni budur, qatma qarışıqdır. Orada gördükləriniz burada İndi mən qatma Damlaya sual verəcəm. Damla, mənə burada pomidoru verə bilərsən? Ver mənə. Pomidoru götür, ver mənə. Aferin. Bəs xiyarı verə bilərsən mənə? Çox sağ ol, aferin sənə. İndi yaxşı, bəs Damla, mənə burada, mənə xiyarları verə bilərsən burada. Ver bir dənə, götürüm qaşıqla. Götür qaşığı. Ver, aha, ver. Çox, ver. Aha, ver. Diqqətli ol, biber də getdi. Diqqətli ol. Səni çaşdırırlar, orada yaşıl biber var. Diqqətli ol, Damla. Çox sağ ol. İndi mənə o bir əlimə də pomidorları verə bilərsən? Ver. Biber getdi yenə. Bu biber bu uşağın düşmənidir. Aha. Yenə biber. Aha. Baxın, salat ağıllıq bunu nəzərdə tutur. Çoban salatının içində uşaq pomidoru axtarır. Bir var boşqabın içində pomidoru. Çox sağ ol Damla, təşəkkür edirəm. Düşünün ki, Damlanın başı, bax bu belə pomidor, xiyar, biber kimi hamısı qarışıqdır informasiyalar. Bir var, o olmaya, onda var hər şey. Maşallah, ağıllı baladır. Sadəcə qarışıq şəkildə olduğuna görə müəllim ondan nəsə soruşanda hamısını qarışdırır. Məsələn, və öyrəndiyimiz ana deyər ki, valla bu uşağı evdə öyrənmişdi. Göndərərsən məktəbə, durub müəllimin üzünə baxacaq. Və ya mən verəcəm, siz verəcəksiniz, sualı cavab verəməyəcək. Anası deyəcək ki, amma Damla bunu bilir. Valla, Lalə xanım, cavab verə bilmir. Çoban salatı kimi bir baş düşünün və qızımızın hər şey başında xaos şəklindədir. İndi biz nə edəcəyik? İndi biz xiyarları, pomidorları ayıracağıq. Qruplaşdıraq və biz ondan pomidor istəyən kimi həmin dəqiqə pomidoru bizə çıxardıb verə bilsin informasiyalar. Biz buna diqqət əksikliyi pozuntusu deyirik və salata kafamızı, qəşəng o diqqət dalğamızı artıracaq. Get-gedə maqnit kimi xiyarlar bir tərəfə yığılacaq, pomidorlar bir tərəfə, biberlər bir tərəfə və beynində hər şey sahmanı salınacaq. Hamısı qarışıq, xaotik şəkildədir və buna görə də qızım həm də bərabərində bacarmadığı üçün əsəbi olur, agresiv olur. Deyəsə, anası da elə demişdi, məktəbdə ən çox məktəb şikayətdə. Məsuliyyəti var, ancaq cavab verə bilməyəndə çox həm əsəb keçir, həm həyəcan keçir. İndiki kimi, bax belə sıxır. Özgüvəni də yoxdur. O da çox. O da, bəli, özgüvəni aşağıdır. Biz nə qədər aşağıdır. zaman istəyirik bu başı tam belə ideal formaya gətirək? Damlamızda maşallah, inşallah ki, çox yaxşı nəticə alacaq. İnşallah. Və iyun ayının ortalarında 6 həftəlik bir kurs
kurs təyin elədim. Həm o möhtəşəm gözəl aparatımızla, 6 həftə həm ərzində psixoloqla. xiyarı pomidordan ayırırıq. Hamısını gələcək. Yaddaşı gücləndirəcəm. Diqqəti zaten məktəbə gedir, müəllim özü də fərqi görəcək. Xətti çox ilan qurbağadır. Əvvəlki dəftəri ilə indiki dəftər deyəsən burdadır dəftərləri. Əvvəlki xəttlərindən gətirəcəyik. İndi çox əyri-ürdü müəllimə hər dəfə qırmızılayır. Bu şəkildə göstərim sizə. Onları çünki diqqətin verə bilmədiyinə görə xəttdən çıxır, hərfləri yeyir, qarışdırır, ağzın burnun o yana qoyur, eynin üzün bu yana yazır. Onların hamısını düzəldəcək, səliqəli qəşəng muncuq kimi gələcək mənə hərfləri ilə Layla xalasına göstərəcək. İyunun ortası səni burada gözləyirəm. Yaxşı? Yaxşı. Amma ona qədər Narınc xala nə desə edirsən. Qırmızıları yaşıllaşdırıb gəldik. Oldu, vəssalam. Bütün suallara cavab verdi balam. Bunu da sizə verirəm, sonra da müalicədən sonra Heç gətirəcək. şübhəm yoxdur ki, mən burada başqa bir damla görəcəm. Çox sağ olun. Bilinir ki, evdə səliqəli gəlindi. Baxın Narınc xanıma. Halal olsun. Cənub zonasının gəlinidir. Səliqəli olacaq.